Salam dəyərli şagirdlər. Bugün sizlərlə dəyər yayınlarının təşkil etdiyi sınaq 5 7-ci sinif riyaziyyat suallarına baxacağam. 26-cı sualdan başlayırıq. A çox hədlisinin dərəcəsi 3-ə, B bir hədlisinin dərəcəsi 2-yə bərabərdir. A çox hədlidir, B də bir hədlidir. Baxın, özümüzdən bir qiymət qoyaq. A olsun məsələn x-in kvadrat üstə gəlsin A. B-miz də olsun məsələn y. Bu 3-dür. Dərəcəsi 3-dürsə x üstü 3, B də olsun x, y üstü 2. A, B, x üstü 3 üstə gəl A vurulsun y-in kvadrat üstə gəlsin x üstü 3 A-nın yerinə. Bunu qoyuruq, B-nin yerinə də y-in kvadratı. Onsuz dərəcəni soruşduğundan biz bu hissələrə baxmayacaq. X üstü 3 vur y üstü 2. Bir də üstə gəl A vur y üstü 2. Baxın, burada 1 ilə 2, 3 eləyər də. Amma burada 3 və 2 var. Bunların dərəcəsi edəcək 5. Cavabımız B variantı. Yəni bu nümunəni başa düşmək üçün yazdım. Ədəd oxunda A 4-dür. 4-dür, B də 18-dir və deyir ki, eyni məsafədə yerləşən nöqtənin koordinatını tapın. Yəni buradan da bərabər olsun, buradan da bərabər olsun. Heç nə, 4-ün üstə 18 gəlirəm, böldürəm 2-yə bərabərdir 11. Buradan 11. 4-dən 11-ə 7-dir məsafə. 11-dən 18-ə də 7-dir. Deməli, cavabımız D variantıdır. 28. Paralellik var. A, O, B-ni tapın, buranı soruşur. Bu hissələr bərabərdir də. Deməli, bura alfadırsa, burada alfadır. Birinci qaydamız. Bura 74-dürsə, burada 74-dür. Onda biz buradan alfa necə tapırıq? Alfa bərabərdir. 180 dərəcə çıxılsın. 30 dərəcə üstə gəlsin. 74. O da bərabərdir. 180 dərəcə çıxılsın. 30 üstə 74 gələndə edir 104 dərəcə. 180-dən də 104 çıxanda edir 76 dərəcə. Cavabımız A variantıdır. 29-cu sual. Bu bərabərsizliyi ödəyən mənfi tam ədədlərinin sayını tapın. Mənfi istəyir və tam olsun istəyir. Deməli, burası 0-dır. Biz 0 götürmürük, çünki mənfi istəyir. Burada mənfi 3 tam, onda 5. A böyüksə mənfi 3, mənfi 2 və mənfi 1. Sayını soruşur 1, 2 və 3. Cavabımız C variantı. 30. Aşağıdakı fiqurlardan hansı simmetriya mərkəzi yoxdur? Kvadratın var. Yəni bir neçə bunlar simmetriya mərkəzidir. Çevrədə sonsuz saydadır hətta. Düz xəttdə də var, amma şuanın başlanğıcı var, sonu olmadığından şuadır. A ədədi 4 eyni sayda ədədin hasilinə bərabərdir. A bərabərdir. Ədədlərimiz sadədir. A vurulsun, A vurulsun, A vurulsun, A. Bunu da mən yaza bilirəm ki, A üstü 4. A ədədin natural bölənlərinin sayı, natural bölənlər qüvvətin üstünə 1 bayt gəlirik. Yəni, n bərabərdir 4 üstə gəlsin 1, o da bərabərdir 5. A variantı. 32. Aşağıdakılardan hansı bu ifadəyə bərabərdir? Müxtəsər olma düsturunun açılışıdır. Yazırıq 4A-nın kvadratı çıxılsın 2 vurulsun 4A vurulsun B üstə gəlsin B-nin kvadratı bərabərdir. 4A-nın kvadratı 16, A-nın kvadratı çıxılsın 8AB üstə gəlsin B-nin kvadratı. O da edir D variantı. 33-cü sual. Rəqəmlərin fərqli iki rəqəmli tək natural ədədlərdən ibarət olan ədədi sıranın ən böyük fərqini tək olsun. Məsələn, 11-dən başlaya bilmərik. 12 də ola bilməz. 13, 15, tutaq ki, 17. Gəlirik, sonunda 98, 99 ola bilməz. Rəqəmləri fərqli olsun və tək olsun. Onda 97-dən mən çıxıram 13. Bərabərdir 84. C variantı. 34-cü sual. Aşağıdakılardan hansı bir hədli deyil? Bir hədli, baxın, çox hədlinin bir hədlinin cəbri cəmi çox hədli adlanır da. Bu çox hədlidir, qalanları bir hədlidir. 35. 2 zəri atdıqda düşən xalların hasilinin tək olması hadisəsi üçün əlverişli halların sayını tapın. Hasilin tək olması üçün biz təki təkə vura bilərik ki, tək olsun. Biri cüt, biri tək olanda cüt olur. Biri cüt olub, biri cüt olanda yenə cüt olur. Yoxlaya bilərsiniz. Məsələn, 2 ilə
3'ü götürəndə 6 eləyəcək, cüt olacaq. Deməli, bizə təklər lazımdır. Təklər də 1-dir, zərdə 3-dür və 5-dir. Məsələn, 1-in 3-ə, 1-in 5-ə, 1-in 1-ə. Nə bilim, 3-ün 1-ə, 3-ün 3-ə, 3-ün 5-ə. Yəni 3-ün kvadratını götürürük 9. Yenə yazıram 5-in 1-ə, 5-in 5-ə, 5-in 3-ə. Əlverişli halların sayı deməli 9 olur. B variantı. 36. Aşağıdakılardan hansı bu ifadənin vuruqlarından biridir? X çıx 2y, yəni x-in kubu və 2y-in kubunun deyən 2x çıx 2y, x-in kvadrat üstəgəl 2x, y üstəgəl y-in 2y-in kvadratı 4y. O da deməli edir x çıx 2y. B variantında var vuruqlarından biri. Növbəti 37-ci sual. Şəkilə əsasən B, A, O-nu tapın. Baxın, buranı soruşur. Bir düz xətt uzadıram buradan. Bura 140-dırsa, bu isə edir 40. 35, 40. Deməli, baxın, bura paralellik var da. Bu düz xətt, bura nədirsə, burada da eyni şey olacaq. Yəni, bura x. Onda x nəyə bərabərdir? Daxili bucaqların cəmi 180 dərəcədir də. Fikir versəz, burada bir üçbucaq alındı. 35, 40 məlumdur artıq. Onda digər bucağı necə tapırıq? X bərabərdir 180 dərəcə çıxılsın. 35 dərəcə ilə 40 dərəcənin cəmi. O da bərabərdir 180 dərəcə çıxılsın. 75 dərəcə bərabərdir 105 dərəcə. D variantı. 38. Uzunluğu 2x üstəgəl 1 cm, eni x üstəgəlsin 3 cm olan dördbucaqlının perimetrinin düsturunu tapın. Perimetr əvvəla nəyə bərabərdir? P bərabərdir 2 vurulsun A üstəgəlsin B. A-mızın yerinə x üstəgəl 3, B-mizin yerinə 2x üstəgəlsin 1 qoysaq, 2 vurulsun x üstəgəlsin 3 üstəgəlsin 2x üstəgəlsin 1. Bərabərdir 2 vurulsun. Mötərizənin içini sadələşdirsək, 3x üstəgəlsin 4. Paylama qanunu əsasında 2-ni bir dəfə 3x-ə vuranda 6x, bir dəfə də 4-ə vuranda 8. 6x üstəgəlsin 8 də A variantındadır. 39. Əvvəl mötərizələrin içini hesablayıb sonra bölürük. Deməli, buranın ortaq məxrəc edir 15. 15-də 25 çıxılsın 9. Bərabərdir 15-də 16. O birisində də 15-də 5 üstəgəlsin 3, 8. Sonra biz 15-də 16-nı bölürük. 15-də 8-ə bərabərdir. 15-də 16 vurulsun 8-də 15. 15-lər ixtisar edir. 8-dən də 6. Burada qalır 2. D variantı. 40. Bu ədədləri müqayisə edin. A bərabərdir 2 üstü 6. Tamam. B bərabərdir 4. Mən 2 üstü 2, 10 da üstü 4 yaza bilirəm də. O da 2-ni də 4-ə vuranda 2 üstü 8 eləyir. C də bərabərdir 2, 8-i 2-nin kubu yaza bilirəm. O da üstü 2, 2 üstü 6 eləyir. Buradan məlumdur ki, A ilə C bərabərdir, amma B-dən də kiçikdir. Cavab B variantı. Sxemdə hansı bərabərsizliyin həlli təsvir olunmuşdur deyir 41-də. 2 daxil deyil bura, amma 8 daxildir. Yəni 2 daxil deyil, 8 daxil olan C variantı. Düzbucaqlı üçbucağın xarici bucaqlarından biri 110 dərəcə olarsa, ən böyük xarici bucağı tapın. 42-ci sualda belə bir düzbucaqlı üçbucaq çəkirəm. Xarici bucaqlarından biri, məsələn, bura olsun 110 dərəcə. Onda bura olacaq 70 dərəcə. Bura düz bucaq, bura 90 dərəcə, daxili bucaqların cəmi 180 olmalıdır. Onda bura 20 dərəcə. Bura 20-dirsə, burada olacaq 160. Ən böyük xarici bucağı onda olacaq 160. D variantı. 43-cü sual. Yəni, bu bucaqlar qarşılıqlı bucaqlardır. Bura olsun A, O, C.
Burada olsun B, O, D. Bura neye bərabərdir? 2x gəlsin 24'e. Bura neye bərabərdir? Yəni qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Onu da yazıram. 5x çıx 6 bərabərdir. 2x gəlsin 24. 3x bərabərdir 30. X də bərabərdir 10. 3x 30x. Cavabımız A variantı. 44. Cəmi 6 fərqi 8 olan. Yəni A-nın üstə B gəlirəm. 6 fərq A-dan B çıxıram. 8 olan 2 ədədin kvadratları fərqi. Yəni A-nın kvadratı çıxsın B-nin kvadratını soruşur. Düsturun açılışı A çıx B. A üstə gəlsin B-dir. A çıx B-nin yerinə mən 8 qoyuram. A üstə gəlsin B-nin yerinə 6. Bunlar bir-birinə vuranda edir 48. A variantı. Sonra 44. Sollar yeri səhv düşüb, vərəqlərin yeri 45. Bu ifadənin qiymətini tapın. 12 üstü 2-ni mən necə yaza bilərəm? Deməli 4 üstü 2 vur 3 üstü 2. 18 üstü 2-ni necə yaza bilərəm? 3 və 6. 3 üstü 3 vur 6 üstü 3. Buranın da 2 üstü 5 vur 3 üstü 7 bərabərdir. Bu 4 üstü 2-ni mən 2 üstü 2 üstü 2 yaza bilərəm. 2 üstü 4 vurulsun 3 üstü 2 ilə 3 üstü 3. Buradan 3 üstü 5 eləyir. Hələ 6 üstü 2-nin 3'ü də ayırsaq 2 üstü 3 vurulsun 3 üstü 3. Aşağıda 2 üstü 5 vurulsun 3 üstü 7 bərabərdir. İkiləri yığsam 2 üstü 7 vurulsun 3 üstü 5 ilə 3 üstü 8 edir. Aşağı 2 üstü 5 vurulsun 3 üstü 7 bərabər. 3 üstü 7 ilə 3 üstü 8 gedir. Burada qaldı 3. 2 üstü 5 ilə 2 üstü 7 gəndə burada qaldı 2 üstü 2. 2 üstü 2 eləyir 4. 4 3'ə vuranda 12 A variantı. 46. Düzbucaqlı üçbucağın bir dənə düzbucaqlı üçbucaq çəkək. İti bucaqlarından biri 40 dərəcədir. Bura olsun 40 dərəcə. Bura 90 dərəcə olduğundan bura artıq 1-2 50 dərəcə olacaq. Düz bucaq təpəsindən çəkilən tən bölən ilə, baxın bu düz bucaq təpəsindən çəkilən tən bölən. Buranı böldü 45'ə, buranı böldü 45'ə. Hipotenuz arasındakı iti bucağı tapın. Aha, bura deməli bizdən iti bucağı soruşur. Bura 45, bura 50'dirsə, buradan 3 bucaq alındı da, yəni başqa bir 2 dənə 3 bucaq alındı. 45, 50. Deməli 45'in üstü 50, məs buraya yazıram alfa. 45'in üstü 50 gələndə 95 edir. Alfa da bərabərdir 180 dərəcə çıxılsın. 95 bərabərdir 85. Buranın da hər ehtimal tapaq. Burada beta yazıram. Beta da bərabərdir 180 dərəcə çıxılsın. 45'in üstə 40 gəndə 85. O da bərabərdir 95. Bizdən iti bucağı soruşulan 85 cavab B variantı. 47-ci sual. Bu çox həddini standart şəkildə yazın və sərbəst həddini tapın. 4x'i bir dəfə 2x'ə vuracam, bir dəfə 3x'ə vuracam. 4x'e 2x'ə vuranda edir 8x. Üstə gəlsin 12. Bir dəfə də buram. Sonra 5'i 2x'ə vuranda 10x üstə gəlsin. Bir dəfə də 3'ə vuram edir 15. Bərabər 8x ilə 10x toplayanda edir 18x. Üstə gəlsin 27. 5 dəfə 3'ün 15. Haradasa bir səhvimiz oldu. Hə, bura mən diqqətsizlik elədim. Deməli buradan 4x'i 2x'ə vuranda 8x'in kvadratı eləyir. 4x'i 3x'ə vuranda 12x eləyir. Hə, sadələşdirəndə 8x'in kvadratı üstə gəlsin 22x üstə gəlsin 15. Bizdən sərbəst həddi soruşur. Sərbəst həddimiz də 15'dir, D variantı. 48. Üçbucağın tərəfləri A sm, B sm və C sm-dir. Deməli bir üçbucaq çəkirik. Deməli A bərabərdir A, B, C. Bura A qoyuram, bura B qoyuram, bura C. A-nın qiyməti məlumdur ki 18'dir. B-nin qiyməti də bərabərdir. Deməli sonsuz
dövr onluq kəsirdir. Yazıram 90-da 16 çıxılsın 1 bərabərdir. Hə də bir dəfə də bunu aya vururuq. A'mız da 18-dir. Bərabərdir. 90 10 18 x-a gedir. Burada qalır 5. 5 18'e vuranda geri 90. Hə, düzdür. Buradan da 16'dan 1 çıxan da edir 15. 15'i mən 5'ə bölürəm. Edir 3. Deməli, A'mız 18'dir. B'miz də 3'dür. C nəyə bərabərdir? C bərabərdir. Modulda A çıxılsın B kiçikdir C-dən. C də kiçikdir modulda. 18 üstə gəlsin 3-dən. Deməli, 18-dən 3 çıxanda 15 eləyir. Böyükdür C, bu da 21. 15 C deməli 15 ilə 21 arasındakı ədədlər edir. Tam ədədlərin qiyməti. Onda C-yə daxildir. 16, 17, 18, 19, 20. Deməli, C-yə daxildir 16, 17, 18, 19, 20. 49. A-nın kubu çıx B-nin kubunu soruşur. Açırıq əvvəla A çıx B, yəni düsturumuz belə olur da. A-nın kvadratı üstə gəlsin B-nin kvadratı. Belə yazaq. A-nın kvadratı üstə gəlsin 2AB üstə gəlsin B-nin kvadratı. Bu da bizim düsturun açılışı. Baxın, buradan A çıx B var. Gəlin biz bunu kvadrata yüksəldirik. A çıx B-ni kvadrata yüksəldirik. Edir A-nın kvadratı üstə gəl B-nin kvadratı çıxılsın. 2AB özü də neçə eləyib? 4-ün kvadratı da 16. Buradan A-nın kvadratı gəlsin B-nin kvadratı çıxılsın. A, B-mizin yerinə 2 qoyuram. 2 vur 2, 4 bərabərdir 16. A-nın kvadratı üstə gəlsin B-nin kvadratı da buradan 20 eləyir. Əla. Əlimizdə A-nın kvadratı üstə gəlsin B-nin kvadratı var. A çıx B var və bu var. Deməli, biz buradan gətirib tapdıqlarımız qiymətini bura yerləşdiririk. Bu da bərabərdir. A çıx B-nin yerinə 4 qoyuram. 4 vurulsun. A-nın kvadratı üstə gəlsin B-nin kvadratı 20 elədi. 20 üstə gəlsin. 2 vurulsun. A, B-də 2'dir. Vurulsun 2. Bərabərdir. 4 vurulsun. 20 üstə gəlsin 2 vur 2 eləyir 24. O da bərabərdir 48. Cavabımız da buradan 48 alınır. Şagirdlər, bura qədər izlədinizsə kanala abunə olmağı unutmayın. 50-ci suala da keçək. Üçbucağın daxili bucaqları 1, 3, 5 nisbətindədir. Bu üçbucağın iti bucaqlarının tən bölənlərinin kəsişməsindən alınan kör bucağı tapın. Bir dənə üçbucaq çəkirik. Bucaqları 1, 3, 5 nisbətindədir. Yəni K üstə gəlsin 3K, üstə gəl 5K. Neçəyə bərabərdir? 180 dərəcəyə. 9K bərabərdir 180 dərəcə. K da bərabərdir 20 dərəcə. 20 dərəcədirsə, deməli, dərəcələrimiz 20-dir. 3K 60 dərəcədir. 5K da 5 vur 20, 100 dərəcədir. Deməli, bura olsun 20. Bura olsun 60. Düz bucaq. Doğru çəkməsək də burada olsun 100. Kör bucaq olmalıydı 100 tərəfi. İndi baxın. Deyir ki, bu üç bucağın iti bucaqlarının tən bölənlərinin kəsişməsindən alınan kör bucaq. İti bucaqlarının tən böləni. Bura 60 idisə, bura olacaq 30. Burada olacaq 10. Bura nəyə bərabərdir? Buranın özü yeni bir üç bucaqdır. Bura yazaq biz alfa. Alfa üstə gəl 10, üstə gəl 30, 180 dərəcəyə bərabər olmalıdır. Alfa üstə gəlsin 40 bərabərdir 180 dərəcə. Alfa da buradan bərabərdir 140 dərəcə. Bura qədər izlədinizsə şagirdlər, kanala abunə ola bilərsiniz. Neçə düzünsə səhv yazdığınızda qeyd etməyi unutmayın. Siz hər birinizə uğurlar, sağ olun, salamat qalın.